İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Fərhad Yusifovla təhlillərimiz olacaq. Fərhad bəy, çox aktual bir mövzuya toxundu. Xoş gördük sizi. İstəyirəm ki, ilk sualı məhz süni intellekt istiqamətində təqdim edək. O mənada ki, Donald Trump'ın bu Çinə səfəri əsasında zamanında da doğrusu elə bu istiqamətdə də müzakirələrin aparılacağı gözlənilir. Gündəliyə daxil olan hətta əsas məsələlərdən biridir. Bu mənada indi Amerika Birləşmiş Ştatları və Çinin süni intellekt istiqamətində dayandığı yerləri necə təhlil etmək olar? Həqiqətən çox aktual mövzudur. Bəli, xatırlayıram ki, hələ 2023-cü ildə siz də qeyd etdiniz, bu süni intellektlə bağlı danışıqlara başlanmışdı. Belə deyək, birinci faza kimi qəbul etmək olar. Sonra 2024-cü ildə müəyyən bu istiqamətdə addımlar atıldı, xüsusən də nüvə texnologiyaları sahəsində süni intellektin tətbiqi ilə bağlı. Və bugün isə növbəti artıq biz bu məlumatları alırıq ki, bu növbəti fazaya keçir. Təbii ki, bugün üçün qeyd etmək lazımdır ki, hazırda qlobal verilənlər landşaftında, yəni o ekosistemdə iki süper güc qarşı-qarşıya dayanır. Bunlar Çin və Amerika Birləşmiş Ştatları burada dominantlıq edir. Eyni zamanda süni intellekt üzrə beynəlxalq belə deyək, razılaşmalara dair təşəbbüslərdə də bu sahədə iki əsas güc kimi ABŞ və Çinin müqaviməti göstərilir. Bura xüsusən qeyd etmək lazımdır ki, bu gün üçün yəni datalar kimin əlindədirsə, daha çox güc onun əlindədir. Yəni bu cür tezislə çıxış eləmək olar. Ona görə də xüsusən çiplərin, yarım keçiricilərin istehsalında hazırda bir çox ölkələr, o cümlədən ABŞ, Çin və digər bir sıra ölkələr, məsələn Yaponiya, Cənubi Koreyanın üzərinə payına düşür. Çin tərəfinin yəni təcrübəsində baxsaq görürük ki, Çinin qlobal verilənlər üzərində dominantlıq etmək məqsədi xüsusən həssas verilənlər, fərdi məlumatlar, müəyyən həssas kateqoriyaya aid olan datalardır ki, onlar xarici dövlətlərə axının qarşısını almaq üçün, böyük verilənlərin toplanması, emalı üçün süni intellekt modellərini sürətli şəkildə belə deyək, inkişaf etdirməyə və tətbiq etməkdə maraqlıdırlar. Nəticə etibarilə Çin mərkəzləşdirilmiş belə deyək, internetin idarəçiliyi inkişafına fokuslanıb, yəni hədəflənib və burada daha çox indi hər kəs yəni sosial mediadan istifadə edir və burada müxtəlif kontentlər var və əksəriyyəti burada bir növ belə deyək, dövlətin müdaxiləsinə məruz qalan belə deyək, platformalar olmaqla daha güclü bir nəzarətə səy göstərir. Təbii ki, bununla bağlı müxtəlif təşəbbüsləri var Çin hökumətinin, məsələn, böyük sədd adlandırılan belə bir yanaşma təklif olunmuşdur ki, regiondan belə deyək, kənara məlumatların axınını müəyyən qədər tənzimlənsin. Təbii ki, bunu praktikada bugün üçün biz görürük ki, hələ də müəyyən qədər onun tənzimlənməsindən bağlı çətinliklər mövcuddur. ABŞ təcrübəsində biz görürük ki, burada təbii ki, bir sıra böyük texnologiya nəhəngləri var. Bunlara belə deyək də Amazon, Google, Microsoft kimi şirkətləri göstərmək olar ki, dünya üzrə bütün belə deyək, infrastruktura, xüsusən də texnoloji, o suverenlik məsələsində gəlib çıxır ki, infrastrukturun böyük bir hissəsini idarə edir və bu baxımdan hətta Avropa içində müəyyən verilənlərin konfidensiallığı və təhlükəsizliyi məsələlərinə dair narahatlıqları artırır. İndi burada bir süni intellekt mübarizəsi gedir dedik, rəqabəti var və bunun Wall Street Journal'ın yazdığına görə bir böhrana çevrilə bilmə ehtimalı da var. Nədir bu süni intellekt böhranı və necə çıxmalıdır ölkələr? Yəni Trump və Xi Jinping'in görüşü əsnasında bunlar danışılacaqsa, hansı həll yolları təklif edilə bilər ki, süni intellekt böhranı yaşanmasın dünyada? Təbii ki, bugün üçün bir çox sahələrdə süni intellekt texnologiyaları tətbiq olunur. Bu sənaye ola bilər, gündəlik həyatda biz bir çox sahələrdə bununla rastlaşırıq. Təbii ki, bunun gətirdiyi üstünlüklərlə bərabər risklər də var. Burada dataların üçüncü tərəfə ötürülməsi, müəyyən texnoloji suverenliyin əldən alınması kimi və s. Ona görə də təbii ki, burada birinci növbədə ölkələrin milli qanunvericilikləri əsas götürülərək bu rəqəmsal platformaların fəaliyyətinin belə deyəm, tənzimləyən müəyyən bir hüquqi qaydaların formalaşdırılması zəruriyyəti ortaya çıxır. Təbii ki, bu aspektdən bu belə deyək ki, müxtəlif regionlar üzrə kiçik dövlətlər üçün
təbii ki, problemlər çoxdur, həm texnoloji asıllıq baxımından, həm digər deyək ki, bu alətlərdən istifadə baxımından. Ona görə də burada hesab edirəm ki, güc və nüfuz yalnız belə deyək ki, sahib olan tərəflər, belə deyək, cəmiyyət və dövlət uzun müddətli müəyyən bir hüquqi tənzimləmələr olmalıdır ki, bu baxımdan belə deyək, o iri nəhəng bu sahədə lider olan ölkələrlə ayaqlaşmaq mümkün olsun. Fərhad bəy, digər istiqamətdə bir sualım da olacaq. Əsas məsələlərdən biri budur ki, bu görüş əsnasında bir çıxış yolu tapılacaq deyilir. Yəni, Amerika Birləşmiş Ştatları Çinin üstünlüyünü qəbul etmək istəmir, bazarda özü irəli çıxmaq istəyir. Qısa bir cavab istəyəcəm. Bu istiqamətdə Amerikanın necə bir planları var? Bu da maraqlı sualdır. Bəli, bu ilin əvvəlində, təxminən fevral ayında Çin öz dövlət kanallarında belə bir maraqlı bir humanoid, yəni robotların müəyyən bir festival şəklində onların təqdim etdi və bu mənada xüsusən də texnologiyalar və digər deyək ki, sahələrlə belə deyək, analiz, təhlillər aparsaq görürük ki, daha çox texnoloji cəhətdən Amerika Birləşmiş Ştatları istəyir ki, o regionda öz mövqeyini gücləndirsin və daha çox o digər, deyək ki, üçüncü tərəflərdən və ümumiyyətlə dataların nəzarətini tam öz üzərində saxlasın. Təbii ki, burada da mübahisəli məqamlar çoxdur və burada yenə də o ABŞ-Çin arasındakı, deyək ki, o qarşı duruma qalır. Çox sağ olun Fərhad bəy, təşəkkür edirik. Önəmli təhlilləriniz üçün minnətdarıq.